Bir alimdən, bir filosof da eşitdim, qəşəng bir söz deyirdi, quş budağa qonur, görsə ki, öz vəzni, çəkisi budaqdan ağırdır, çox-çox. Budaq qırıla bilər, stres keçirtmir ki, quş, çünki qanatları var, uçacaq. Narahat deyil. Həyatın bütün çətinlikləri belədir. Sən bir gün pərvaz eləyəcəksən və yadından çıxacaq ki, o dərdlər vardı, problemə çevirmişdin. Ruh bədəndən çıxan kimi heç ağrısı qalmayacaq canında. Heç nə, heç elə bilsən əziyyət görməmsən. Heç elə bil əziyyət çəkməmsən. Sən bir günü yadva sal, bu ruh bədəndən çıxanda, buradakı bütün xəstəlik, azar, dərd, problem, heç biri səndə yadından çıxacaq. Yadva salmaq istəyəcəksən, yadva düşməyəcək. Oturub fikirləşəcəksən, heç nə hiss eləməyəcəksən, heç elə bir olmamış kimidir. Sən demək yox imiş. Olmamış kimi yox, əvvəldən yox imiş. Görüntü imiş, ağrı görüntüsü, xəstəlik görüntüsü, bütün hamısı görüntü imiş.